Putin dayanır, Azərbaycan xalqı çox qəzəblənib deyə açıqlama verir. Tahir Kərimli. Yekaterinburgda baş verən Amon vəhşiliyi bir daha sübut etdi ki, Rusiya öz mahiyyətindən dönmür. Rusiya həmişə türk xalqlarına, müsəlmanlara qarşı qəddarlığı ilə seçilib. Pravoslav kilsəsi onları hər zaman müdafiə edib. Bu vəhşilik elə bir miqyasdadır ki, yadımıza gəlir Stalin dövründə troykalar, yəni üçlüklər var idi. Heç olmasa normal məhkəmə keçirib güllələyirdilər. İndi Rusiya ona insanları göz baxa-baxa məhkəməsiz, hətta polis orqanlarını aparmadan, yaxud da həbsxanalarda işgəncə verərək öldürürlər. Xüsusən bu hal Azərbaycanlara qarşı daha geniş miqyas alır. Təbii ki, təkcə erməni burada qızışdırıcı rol oynamır. Rusiyanın da türk və İslam xalqlarına nifrəti özünü göstər. Həqiqətən çox acınacaqlı vəziyyətdir. Çünki rəsmi yüz minlərlə, qeyri-rəsmi milyonlarla soydaşımız Rusiyada yaşayır. Dostlar, rəsmi, qeyri-rəsmi milyondan yuxarı soydaşımız var. 2 milyon civarında soydaşlarımız orada yaşayır. Bəzən 3-4 milyon deyirlər, amma 2 milyondan yuxarıdır. Onlara qarşı daim ayrı seçkilik olub, hətta öz dostluq cəmiyyətlərini, mədəni muxtariyyətlərini yaratmalarına imkan verməyiblər. Bəzən məsələ məhkəmə çəkmələrinə qədər gedib, hətta məhkəmənin qərarı olmadan belə Rusiyanın Ədliyyə Nazirliyi Azərbaycana aid təşkilatları bağlayıb, bunlar dincəlmək bilmir, SSR-nin xiffətini keçirlər. Bütün bu cinayətlərin başında isə Putin dayanır deyə Tahir Kərimli deyir. Yeltsin onun vəzifəyə təyin edən də açıqca bildirdi ki, mən demokratam, edə bilmədiklərimi Putin həyata keçirəcək. İndi Putin görün necə vəziyyət yaradı. Bu sözlər Pravda açıqlamasında Sabik Millət Vəkili Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. O bildirib ki, Rusiya xalqında şovinizm çox dərindir. Dünyada özlərinə ən yaxın xalq olan Ukraynalılara belə zülm edir. Torpaqları işğal altına sarı soyğunlara məruz qoyurlar. Ukraynanı cəhənnəmə çeviriblər. Rusiyada milli şuur elə bir vəziyyətə gəlib ki, özlərindən etno-cinayət adlı anlayışlar yaradıblar. Güya Rusiyada yaşayan etniklər etno-cinayətlərlə məşğullar. Halbuki Orta Asiyadan və digər yerlərdən gələnlər bir tikə çörək pulu qazanırlar. Rusların işləmədikləri sahələrdə, çirkçiliklərdə işləyirlər, lakin gözləri görmür, bir şeydə unudurlar. Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyir ki, bunlara qarşı amansız tədbir görmək lazımdır. Rusiya vətəndaşlığını qəbul edibsə, bu bizim işimizdir. Qarışmasınlar. Axı sən onlara Rus deyil, Azərbaycanlı olduqlarına görə belə əzablara düçar edirsən. Buna necə qarışmamaq, reaksiya verməmək olar. Buna görə də haqlı olaraq Azərbaycan Xaricilər Nazirliyinin nota verdi. Bizim başımıza nələr gəlib, bəzən qorxa-qorxa deməmişik. Məcər Xozalı faciəsini 366-cı Rus moto atıcısı törətmədi. Adını qoyuruq ki, güya orada ermənilərdir, Sovet dövrü idi, nə dəxli var? Putin özü qeyd edir ki, Rusiya SSR-nin davamıdır, hüquqi varisidir. Başımıza nələr gəlir, nələr gətiriblər, dünyanın hər yerindən erməniləri yığıb, erməniləri dövlət düzəltdilər, 100 illərlə bizi soyqırımına məruz qoydular. Qafqazda bizi sıxışdırdılar, süni erməni dövləti yaratdılar. Bu birinci hal deyil. Və Azərbaycan cəmiyyəti və dövləti bu məsələdə bir olmalıdır. Tahir Kərimli deyir. Rusiyanın həm ekspansiyonlu siyasətinə, həm də etno-nifrət üzərində qurulan siyasətinə, soydaşlarımıza qarşı olan nifrətinə birlikdə qarşılıq verməli. Dövlətimiz və millət bu sahədə yekdil olmalıdır, Tahir Kərimli deyir. Və əziz dostlar, yeri gəlmişkən, Yekaterinburgda masılıqla öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi. Belə bir açıqlama var. Təhvil verilib. Görək, başqa deputatlarımız bu barədə nə fikirləşirlər. Dostlar, mənim öz mövqeyim var, öz mövqeyimi deyəcəm. İndi düzdür,
Azərbaycan mətbuatında düşüb deputatı da çox da dərinə gedirlər. Belə deyək də, Lorel ilə deyək ki, barıtını çox edirlər. Və İrana qarşı döyüşən bir ordu vardı. Azərbaycan, bilmirəm, dövlətinin də, hakimiyyətinin də, iqtidarın da, yoxsa xalqın da, onu deyə bilmərəm. O İranı o qədər tənqid elədilər. Axırda o tənqid edənlər İranla bağlı yaxşı sujetlər verirlər. Deyirlər, bu dünyada elə ən demokratik dövlət sən demə İranmış. İndi Rusiya ilə bağlı münasibətlərimizin də Allah axırın xeyir eləsin. Əlbəttə ki, bunun axırında xeyir görünmür. Mən görə bilmirəm. Mən görə bilmirəm. Əziz dostlar, bəlkə siz görürsünüz, digər şəxslər görür, deyə bilmərəm. Rusiyada yaşayan əziz izləyicilərimiz, yazın bizə. Həqiqətən də Azərbaycan sosial segmentində deyilən kimidir, yoxsa burada barıtın biraz çox ediblər. Çünki bizimkilər öyrəşib. Jurnalisti də, məmuru da, deputatı da barıtın çox etmək. Amma əgər həqiqətən də Rusiya ilə vəziyyət gərgin etsə, niyə Milli Məclis toplaşmır? Niyə istirahətdəsiz? Olun da istirahətdir. Toplaşın Milli Məclisdə, qərar qəbul edin. Amma sizin, bilmirəm, orada neçə nəfər özündə cürət tapıb Rusiyanın əleyhinə bəyanat səsləndirə bilər, onu daha deyə bilmərəm. Və əziz dostlar, əgər Rusiya ilə Azərbaycanın arasında münasibət çox ciddi bir problemlər yarananda, elə ki, xiyar pomidoru Rusiyaya buraxmırlar, bilirsən ki, nəsə burada ciddi bir problem var. Amma davam edirik, əziz dostlar, dəyərli tamaşaçılar, xəbərləri davam edirik. Digər bir deputat Elman Məmmədov, biraz da dərinə gedərək Elman Məmmədovdan söhbət gedir dostlar. Putini tənqid edir və deyir ki, Ruslar bizə bazar, vazal adamları kimi baxırlar və böyük səhv edirlər. Rusiya üçün yaxşı olmayacaq. Təkrar edirəm dostlar, Milli Məclisin deputatı, Müdafiə Təhlükəsizliyi və Korrupsiya ilə Mübarizə Komitəsi üzvü Elman Məmmədov deyir ki, Ruslar bizə bazar, vazal adamlar kimi baxırlar və böyük səhv edirlər. Rusiya üçün yaxşı olmayacaq. İndi Azərbaycanlı orada bazardan başqa harda var ki, Elman müəllim? Var, başqa yerlərdə var, azdır. 100 nəfər bazardasa, bir nəfər deyək ki, elm ocaqlarında. Elə bazardan başqa hara var ki yerimiz? Siz öz vətəndaşlarınıza burada bir gün ağlardınızmı ki, öz vətəndaşınız getmədi başqa? Türkiyədə gedir ki, Türkiyədə harada işləyir? Bayraqlarla şərik işləyirlər, yoxsa harada işləyirlər? Elə Türkiyədə bazarlarda ticarətlə məşğullar var. Davam edirəm, əziz dostlar. Elman Məmmədov deyir, Rusiya prezidenti Vladimir Putin verdiyi bəyanatında belə bir ifadə işlətmişdi. Rus əskərinin ayağının dəydiyi bütün torpaqlar Rusiya ərazisidir. Bu Putin dövründən də, SSR dövründən də əvvəl Çar imperiyasının uzun illər yeritdiyi işğalçılıq, müstəmləkəçilik və siyasətinin bir daha təsdiqidir. İndi isə Rusiya siyasi dairələri Rusiyaya qonşu olan dövlətlərin keçmiş müttəfiq respublikaların hamısını öz ərazisi hesab edir. Cənab Putin bu yaxınlarda yenə ifadə işlətdi ki, bütün Ukrayna ərazisi bizimdir, yəni Rusiyanın. Bütün bu fikirlər Rusların işğalçılıq siyasətindən xəbər verir. Həmişə olduğu kimi şovinist siyasətləri bu gün də davam edir. Bunlar özlərini ali irq hesab edirlər. Yerdə qalanlara, xüsusən də müsəlmanlara, bizə və digər millətlərə isə yuxarıdan aşağı baxırlar. Ancaq bir şey unutmasınlar ki, bu siyasət yaxın gələcəkdə Rusiya Federasiyasının dağılmasına səbəb ola bilər. Bu sözləri Pravda açıqlamasında Milli Məclis Müdafiə Təhlükəsizliyi və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Elman Məmmədov deyib. Deputat vurğulayır ki, Rusiya Federasiyasının daxilində çox sayılı muxtariyyətlər var. Hətta muxtariyyəti olmayan türk kökənli millətlər həddindən artıq çoxdur. Bunlarla hesablaşmaq lazımdır. Digər tərəfdən
Rusiyada bugün yaşayan soydaşlarımız Özbəklər, Qazaxlar, Türkmənlər, Taciklər, Qırğızlar və digərləri Rusiya iqtisadiyyatını dirsəldən, Rus elminə, mədəniyyətinə töhfə verən insanlardır. Onlar isə bizə ancaq bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər. Rusiya siyasətini belə davam etdirsə, yəqin ki, bu çanaq öz başında çatlayacaq və yaxın gələcək acı barlarını yiyəcək. Yekaterinburqda və digər yerlərdə Azərbaycanlara qarşı təzyiqlər başlayıb. İstəməzdik ki, Rusiya ilə münasibətlərimiz korlansın. Qonşu dövlət kimi münasibətlərimizin yaxşı olmasını mehriban əməkdaşlıq şəraitində yaşanmağı istəyirik. Bu, hər iki dövlət üçün xeyirlidir, lakin səmimi münasibətimizə Rusiya tərəfdən həmişə xoşa gəlməz münasibətlər görürük. Bunun axırı Rusiya üçün yaxşı olmayacaq deyə Elman Məmmədov bildirir. Əziz dostlar, və bəzi bir şəxs də var, indi onu da diqqət sizə çatdıracağıq. Demək, hətta Putin rejiminin sona çatmağı ilə bağlı yazılar var, açıqlamalar var. Hörmətli tamaşaçılar, dəyərli izləyicilər, kanalda olanlar verilişi bəyənin, paylaşın və fikirlərinizi yazın. Elman Məmmədov və Tahir Kərimlinin ifadələrin, açıqlamaların sizin diqqətinizə çatdırdıq. Biraz belə deyək də, mən öz münasibətimi bildirəcəm. Hadisələr ürək açan istiqamətə getmir. Hadisələr indiyə qədər Rusiya-Azərbaycan münasibətlərindən fərqli bir hal alıb və Azərbaycan-Rusiya münasibətləri Rusiyadan başladı, bazardan başladı, hara gedir, hansı istiqamətə gedir. Əlbəttə, Azərbaycanın zəif nöqtələrin Ruslar bizdən, özümüzdən də daha yaxşı bilir. Çünki Rusiyanın Azərbaycan hakimiyyətində kadrları kifayət qədərdir. Bu günün özündə də var. Azərbaycanda insanları saat yuxuda neçədə oyadıb partlayış törətmək, bax, gördünüz, Qarabağ savaşı ilə bağlı İskəndər raketi Xırdalanın üstündə partlayış. Elə bu yaxınlarda kinostudiyada baş verən partlayışlarda, sosial şəbəkələrdə gedən müzakirələrdə gəlinən rəylər. Ona görə dostlar, bu sosial şəbəkələrdə düzdür, alimi də danışır, deputatı da yazır, çıxış edir, amma çoxu biraz pafosdan silahlanıb, biraz həqiqətdən kənar çıxırlar. Rusiyanın gücünü də nəzər almaq lazımdır. Rusiyanın gücündən əlavə öz gücün yox, Azərbaycandakı gücün də nəzər almaq lazımdır. Çünki Azərbaycanda Rusiyanın kifayət qədər güclü dayaqları var. Bunu kim efirdən, pafosdan deyir, Rusiyanı belə edərəm, İranı elə edərəm. Deyir, özü üçün deyir, sözdür deyir. Rusiya güclüdür. Azərbaycanda güclü maraqları var, güclü adamları var. Kifayət qədər agenturası var. Biraz diqqətli olmaq lazımdır, ehtiyatlı olmaq lazımdır. Digər, hörmətli tamaşaçılar, indilərdə yayılan xəbərlərdə Sputnik Azərbaycanda əməliyyat Bakıda, Sputnik Azərbaycan ofisində əməliyyat keçirir. Bakının mərkəzində bu barədə report xəbər verir. Daxili İşlər Nazirliyindən faktı reporta təsdiqləyiblər. Qeyd edək ki, bir müddət əvvəl Sputnik Azərbaycanın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq agentliyin fəaliyyəti davam etdirdiyi, əməkdaşların isə işə çıxdığı barədə məlumat var idi. Əziz dostlar, Azərbaycan-Rusiya münasibətlərində Azərbaycan-Rusiya münasibətləri ilə bağlı bir neçə
məqam var, onu sizin diqqətinizə çatdıracağam. Xatırlayırsınızsa, antiterror əməliyyatında korpus komandiri, yəqin ki, birazdan bu barədə mən danışacağım, indidən anonsunu edirəm ki, biləsiniz. Korpus komandiri vardı, polkovnik Qiyas Abbasov. Rus sülh məramlarının ölümü ilə əlaqədar korpus komandiri vəzifəsindən gecə ilə onu çıxartdılar işdən. Bu barədə danışacağım. Bu barədə sizə danışacağım. Və bir neçə dəqiqədən sonra, əziz dostlar, bir neçə dəqiqədən sonra danışacağım. Kanalda olun. Rus sülh məramlısı üzərimizə necə gəlirdi? Bunun arxasında bu gəlişin nə dayanırdı? Niyə polkovnik Abbasovu vəzifədən vurdular? Bu barədə danışacağım, əziz dostlar. İndilik Fazil Qəzənfəroğludan və Qüdrət Həsənquliyev. Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyev baş vermiş hadisəyə hansı? Dostlar, mən baxıram, bəzi açıqlamalar var ki, yazırlar ki, Rusiyada, ölkədə kişi tapılmadığı bir vaxtda əsl Azərbaycanlı kişilərin qayğısına qalmalıdır. Sosial şəbəkələrdə də bu belə açıqlamalar olmaz, dostlar, olmaz. Bəzi avanturistlər var, düşürlər, jurnalistlər də var içlərində. Millət, hay, Sakarya, Turan filan getdik. O tip insanlara inanmır. O tip insanlar həm ölkələr arası münasibətləri gərginləşdirirlər, həm milləti qırğına verirlər. Reallıq var da, güc var, balans var, nisbət var, ölç, hesabla. Davam edirəm, əziz dostlar. Hətta dünən Voronezh şəhərində Azərbaycanlıların hücuma məruz qalmasına da bağlı məlumatlar verildi. Sonra dostlar, bir şəxs var, deyir ki, hücum zamanı Amon restoranda kabab çəkirdi və bizə işgəncə verə-verə kabab yerdilər. Həmin şəxsin də açıqlaması mən sizin diqqətinizə çatdıracağam. Adam girib basqın edib və basqın nəticəsində işgəncə verir Amon. Orada da kabab yeyir, həzz alır.